Oğuz rayonunda piknik yerində bıçaqlanma hadisəsi olub. Hadisə şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə qeydə alınıb. İttiham aktına görə 40 yaşlı Uğur Xəlilov iki dostu ilə birgə Oğuza istirahətə gəliblər. Onlar əvvəlcə Xalxal şəlaləsini gəzib, sonra şəhərdə piknik yeri axtarmağa başlayıblar. Dostlar soruşa-soruşa şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə piknik yeri tapıblar. Burada sükan arxasında olan dostdan başqa digər ikisi 700 qram araq içiblər. Sonra dostlar arasında zarafatlar başlayıb və bu zarafat qarşı tərəfin Uğura şillə vurması ilə davaya çevrilib. Uğur dostunun bu hərəkətindən əsəbləşərək onunla əlbəyaxlı olub və dalaşa-dalaşa piknik kafesinin mətbəxinə gediblər. Mətbəxdə dostu Uğurun qarnına təpik vurub. Uğur isə stolun üstündəki bıçağı götürərək dostunun qarın və burun nahiyələrinə xəsarət yetirib. Hadisə ilə bağlı Uğur Xəlilov saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və dostu ilə barışdığını deyərək barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib. Zərər çəkən şəxs də Uğura qarşı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə Uğur Xəlilov barəsində amnistiya aktı tərtib olunub və o cinayət məsuliyyətindən azad olunub. Qeyd edək ki, ad və soyad şərti verilib.